Bəli, mənim əziz dostlarım, 3-cü videomuzda biz yenidən görüşürük. Dediyim kimi, ağlama texnikasında sadəcə gözdən yaş gətirmək yox, yəni bayaq dediyim metodlarla gözdən yaş gətirmək yox, eyni zamanda biz həmin o duyğuya da girməliyik. Öz şəxsi həyatımızdakı bir ağlamalı hadisəni yadımıza salmalıyıq. Daha sonra da bunu ssenari ilə birləşdirərək, göz yaşımızla gətirərək biz bunu canlandırıb tamaşaçıya bu hissi ötürməliyik. Və əziz dostlar, dediyim kimi mən indi tək bir cümləni götürəcəm və bunu fərqli duyğularla, emosiyalarla sizə göstərəcəm. Buradakı fərqi özünüz də görəcəksiniz. Məsəl üçün cümlə mən səni sevirəmdir. Bunu mən həm qəzəb, həm sevgi, həm nifrət, həm irgənmə hissi, həm ikrah hissi, həm təəccüb hissi, yəni bu kimi duyğularla, emosiyalarla sizə ifadə edəcəm. Başlayıram. Bu dediyim sevgi hissidir. Mən səni sevirəm. Bəli. İndi mən keçirəm. Gördüyünüz kimi mən burada bu cümləni işlədərkən əlbəttə ki, sevdiyim insana, sevdiyim xanıma qarşı deyirəm və buna görə də gördüyünüz kimi tez-tez yox da, yəni qəzəblə deyəcəyim kimi tez-tez yox. Mən bunu biraz duruxa-duruxa, həyəcanlana dediyim üçün daxili aləmdə yavaş, həm yavaş tonla, həm yavaş sürətlə dedim. İndi qəzəb hissi ilə. Mən səni sevirəm. Gördüyünüz kimi əsəblə dediyim üçün daha şiddətli, hiddətli alındı bu. İndi isə nifrət. Əlbəttə ki, nifrətlə qəzəbin fərqi var. Çünki qəzəb dediyim kimi, yəni sevdiyiniz bir insana qarşı da qəzəblənə bilərsiniz. Amma nifrət məsələsi odur ki, sizin məsələn sevdiyiniz insana qarşı əlbəttə ki, nifrət edəmirsiniz, onu sevirsiniz. Amma nifrət etdiyiniz insana qarşı o nifrət hissiniz həmişə də qalır. Əlbəttə ki, gələcəkdə bəlkə də o sevgiyə də dönə bilər. Mən səni sevirəm. Burada qəzəb yoxdur, burada nifrət var. Mən nifrət edirəm və içimdə əlbəttə ki, ona qarşı mənim daxildə əslində qəzəbim var. Amma artıq bu mənim içimdə oturduğu üçün həmin o şəxsə qarşı bu artıq nifrət dönür və artıq mən bayaq bunu nifrətlə dedim. İndi isə təəccüblə deyirəm. Mən səni sevirəm. Bəli, gördüyünüz kimi də təəccüblə dedim. Yəni təəccüblə, yəni mən bir xanımı sevirəm, bir qızı sevirəm və buna da o qədər təəccüblənmişəm ki, inana bilmirəm və həmin o xanıma da bunu deyərkən, yəni təəccübümü gizlədə bilmirəm. Yəni ona sevgimə çox böyük təəccüb gətirmişəm. İndi isə bunu ikrah, yəni rədd etmək də deyə bilərəm. Mən səni sevirəm. Bəli, burada da əlbəttə ki, rədd edirəm. Yəni mən onu sevməyi istəmirəm, amma sevirəm və həmin o xanımla bir gələcəyimin olmağını istəmədiyim üçün mən bunu dediyim kimi ikrah edirəm. Mən özümdən rədd edirəm, amma etiraf edirəm ki, mən səni sevirəm. Bəli, əziz dostlar, daha sonra digər duyğumuza keçək. İndi isə məsələn irgənmə hissi. İrgənmə hissinə rədd etmə, ikrah hissinin fərqi ondadır ki, irgənmə hissi məsələn rəddə birbaşa rədd edirsən, amma irgənməkdə isə sən belə deyim də, yəni o adama buradan get demirsən, bu hissə, bu sevgi hissinə yox demirsən birbaşa, amma irgənirsən də, yəni içində daxili aləmində bir qarışıqlıq yaşayırsan, amma ona qarşı irgənmə hissiyatın var. Bu necə olur? Məsələn, mən səni sevirəm. Baxın, gördüyünüz kimi, burada irgənirəm mən. Rədd etməklə, ikrah hissi ilə bunun fərqi bundadır. İndi əziz dostlar, dediyim kimi, bir də belə bir hiss var, əlbəttə ki, bu şor göz hissi. Yəni mən qarşımdakı insanı gerçəkdə əslində sevmirəm,
ondan istifadə etmək istəyirəm. Yəni belə deyim, onu tutmağa çalışıram, o qızı. Ona qarşı məsəl üçün şor gözlük eləyirəm də, yəni hə şeydir, yanına ona səni sevirəm deyirəm, amma məsələn məqsədim başqa şeydir. Məqsədim, niyyətim pisdir. Bu zaman ona mən şor göz formada bunu belə deyəcəm. Mən səni sevirəm. Baxın, gördüyünüz kimi, burada artıq mənim məqsədim başqa olduğu üçün mən bunu sevgi duyğusu ilə demirəm, şor gözlük duyğusu hissi ilə deyirəm. İndi keçək başqa nəyə, biz qorxu hissi ilə məsələn deyim. Mən səni sevirəm. Bəli, burada da gördüyünüz kimi qorxu hissi ilə mən bunu dedim. Yəni mən burada qorxuram, ya həmin o adamdan qorxuram, ya başqa bir şeydən qorxuram, amma həmin vaxtda da sevgimi etiraf etmək istəyirəm və burada da bunu bu şəkildə sizə göstərib izah elədim. Vaxtımıza baxaq əziz dostlar. Bəli, vaxtımızın hələ bitməyinə var. İndi məsəl üçün hansı hisslərdən biz danışa bilərik? İndi də məsəl üçün çəkingənlik hissindən danışa bilərik. Məsələn, çəkingənlik ilə qorxu ayrı şeydir. Yəni məsəl üçün biri var, sevdiyin insana qarşı sevgini etiraf edirsən, amma bu zaman duruxursan, bu ayrı. Biri var, qorxursan, bir yaxud dediyim o ayrı. Bir də var, çəkinirsən. Mən etiraf edirəm ki, səni sevirəm. Bəli, gördüyünüz kimi, əlbəttə ki, belə hallarda improvizə də olar. Qabaqda mən improvizə ilə bağlı da sizə danışacağım ətraflı. İmprovizə də eləmək olar. Yəni bəzən məsələn ssenarist yazılır, amma görürsünüz ki, o anki duyğu, emosiya sizdən improvizə tələb edir. Bu zaman improvizə də elə bilərsiniz. Məsələn, mən indi gördüyünüz kimi söz artıraraq bu cür improvizə elədim. Yəni dedim ki, mən etiraf edirəm ki, səni sevirəm. Və belə hallarda da nə olur? Əlbəttə ki, bu improvizələri mən eləməklə, sözləri artırmaqla, mən beləliklə emosiyanı daha da gücləndirirəm. Çəkinərək sevdiyim insana, xanıma, qıza qarşı mən sevgimi etiraf edirəm. Bir də əlbəttə ki, ağlamalı, əziz dostlar, ağlamalı emosiyasına necə olar? Belə deyim. Mən səni sevirəm. Özümə inana bilmirəm. Bu axı necə oldu? Mən səni sevdim. Bəli, əziz dostlar, gördüyünüz kimi ağlamalı formada da demək olar bunu. Ağlamalı formada deyib. Bu duyğunu da mən sizlərə ötürdüm. Bəli, əziz dostlar, vaxta baxaq. Üçüncü hissədə də vaxtımız az qalıb. Əziz dostlar, dördüncü hissəni çəkəcəm, o əlbəttə ki, qısa olacaq. Bəli, əziz dostlar, gördüyünüz kimi mən bu emosiyalarla sizdə eyni sözləri, eyni cümləni təkrar dedim. Yeri gəldi improvizə elədim, ağlamalı emosiyada da, digər çəkinmə emosiyasında da. Bunlar çox önəmlidir. Məsələn, ağlamalı emosiyamda gördüyünüz kimi necə formada deyibsə duyğunu hiss ötürdüm. Bəli, əziz dostlar, əsas duyğu hissdir. Yəni bu olmazsa olmazdır aktyor sənətindən. Dediyi sözlərdən daha çox emosiyanı tamaşaçı ötürməlisiniz. Əsas olan budur aktyorluqda. Əziz dostlar, 4-cü hissəmdə indi yenidən görüşürük.